baxışdır. Kəzalikə ən-nəbi, vəli olaraq, vilayət təkviniyyəsi olan şəxsdən danışırıq biz. Kəzalikə ən-nəbi, həmçinin də nəbi vəl-əimmə və imamlar, əleyhimussalam, əleyhimussalat və səlam, kitabda belə yazılıb, mən istəyirəm, necə var, elə oxuyum. Bimülahizəti qovnihim min vəsaiti feyzil vücud. Onlar, peyğəmbərlər və imamlar varlıq aləminin, yəni var olan şeylərin varlıq qazanmasında vasitədirlər. Necə başa düşürük? Yəni, məsələn, bu vərəq istəyir varlıq qazansın. Doğrudur. İstəyir varlıq qazansın. Biz də dedik ki, varlıq Allahın vücududur. Gərək bu, burada olsun. Ki, o varlığı qazanabilirsin. Buradan kənara çıxsa, yoxluqdur. Varlığını əldən verir. Burada olması üçün ortada bir vasitə olmalıdır. Çünki bunun zəif vücudu həmin o varlığı qəbul eləmək iqtidarında deyil. Və yaxud da kəlam istəsəz, kəlamı biraz izah eləyək. Buradan mətndən çıxaq, biraz kəlamı izah eləyək. Məsələn, kəlamda biz deyirik ki, varlıqla mümkünül vücud. Həmin mümkünül vücud deyən kimi artıq nə başa düşürük? Musavi beynəl vücud vəl-ədəm. Vücud və varlıq və yoxluq arasında bərabərdir. O deməkdir ki, bunun vücudu özü özlüyündə varlığı tələb eləyə bilmir. Yəni, vara ola bilmir. Yoxluqla varlıq arasındadır. Onu gərək bir nəfər varlıq gəlsin, başqa bir yoxluqdan varlığa çıxartsın. Həmin yoxluqdan varlığa çıxardan Allahdır. Amma o yoxluqdan varlığa Allah mümkünat aləmini yoxluqdan varlığa çıxartmaq üçün ortada bir vasitə olmalıdır. Vasitətül feyz deyirlər buna. Bu, irfanda daha geniş danışılır. Mən kitabı, yəni burada deyilməsəydi, başa düşürəm bu məsələ çox çətin məsələdir, ağır məsələdir. Amma bu kitabda deyilir deyə, çünki məsələnin izahı. Bu da elmi veriliş olduğuna görə bunu biz deməliyik. Əgər kimisə yenə də qaranlıq qalsa, şərh bölməsində yaza bilər. Deməli, bunlar deyir vasitədirlər. Ləhumul cailiyyə vəl ihatə bizalikəl vəcih. Onların da vasitə olduğuna görə, onların da əhatəsi var. Onların da aləmə, mümkünat aləminə əhatəsi var. Allahın əhatəsi olduğuna görə, bunlar da Allahın təcəllası olduğuna görə, biz keçən verilişdə dedik, təcəllası olduğuna görə onların da bu aləmə əhatəsi var. Əhatəsi varsa, bir məna, burada bir dənə dəqiq bir nöqtəyə işarə eləyib Şeyx İsfahani, çox dəqiq nöqtədir. Bəziləri belə başa düşə bilərlər ki, ortada o vasitə biz dedik peyğəmbər və imamlar, bəlkə bunlar xəlq eləyir aləmi, belə başa düşə bilərlər. Amma çox dəqiq elmi bir cümlə işlədib, mən onu oxumaq istəyirəm. Bu mənadakı, bir məna, bu mənadakı failun ma bihil vücud, ma bihil vücud, la ma minhul vücud. Fikir verin, ma bihil, yəni peyğəmbər və əhl-i beyt, onların vasitəsilə vücud yaranıb. Nəinki vücudu onlardan yaranıb. Ma minhul vücud Allahın özüdür. Ma minhul vücuddan, ma bihil vücud vasitəsilə vücuda gəlir mümkünat aləmi. Ma bihil vücuddur. Bihi, yəni bir vasitə. Ona görə Allah feyz elədiyinə görə bunlar geniş mövzulardır, çox qəşəng də mövzulardır. Amma biz məcburuq bunların üstündən keçək. Fə innəhu muxtassun bi vacibil vücud, yəni ma minhul vücud muxtassun bi vacibil vücud. Ma minhul vücud, varlıq, birbaşa varlıq hardan götürülür? Həmin o Allaha məxsusdur. Mənbə Allaha məxsusdur. Sadəcə olaraq vasitəçilik, ma bihil vücud vasitəçilikdir. Vasitəçilik peyğəmbər və imam. İndi məsələ buradadır. Yaxşı, bunun vilayət təkviniyə nə aidiyyəti var? Məsələ buradadır ki, əgər vasitətül fil feyzdirsə, onların da əhatəsi var. Sadəcə olaraq Allahın əhatəsinin kölgəsində, belə deyək, bihavlillahi və qüvvətihi, Allahın kölgəsində və Allahın rızası ilə.
onların da əhatəsi olduğuna görə artıq onların da təsərrüf eləmək qüvvələri var, qüdrətləri var. Bildiniz? Ona görə də bütün proses budur. Bütün proses budur. Şeyx İsfahani izah edib. Mən də bunun üzərində çox qalmayaq.